İster dara çəkdir, ister qul eylə. İster dara çəkdir, ister qul eylə. Çəkmişəm əmrəm, qol incimərəm, qol incimərəm, qadan mən alım. Həsrətinə məcnun oldum səhrada, həsrətinə məcnun oldum səhrada. Alırsan canımı yar incimərəm. Dağlar maralı, məndən aralı, kəzmə yaralı, oy qada qalın. Əsgərəm qərq olmuşam bu qəmə, yoxsulluğum dağ çəkibdi sinəmə. Ay nakəs müxənnətdən mətləb diləmə, nakəs müxənnətdən mətləb diləmə. Yoxdur namus qeyrət, ar nişana. Dinim imanım, yoxdur gümanım, gətir dərmanı, a dərdin alım. Mən əskərəm yandım eşq ataşında, gözüm qaldı sənin qələm qaşında. Qazdır məzarımı çeşmə başında, qazdır məzarımı çeşmə başında. Sal sinəm üstündən yol incimərəm. Dağlar maralı, məndən aralı, kəzmə yaralı, ay qada qalım, ay. Çox sağ olun Altay bəy. Əziz qonaqlar, bizim məclisimizdə qonaqlarımız var. Aşıqpəri məclisinin təbrikə gələnlərimiz var, sıralarınızda oturub. Bunlardan əsrin ziyalıları İctimai Birliyinin rəhbəri buradadır. Bizim qızları təbrik etmək istəyir, icazənizlə. Məleykə Göyçəli, buyursun. Hamınızı salamlayıram. Pərvanə xanım, mən ürəyim, canım, ciyərim. Bu məclisin çox gözəldir. İstərdim ki, mən sizin icazənizlə 5000-dən artıq üzvü olan Əsrin Ziyalısı kollektivi adından bu fəxri diplomu Pərvanə xanıma verim. Milli məclisimizdir. Elə bil ki, Pərvanə xanım deməli, Aşıqpəri məclisinin rəhbəri Pərvanə Zəngəzuru, siz bizim kollektiv tərəfindən bu fəxri mükafata layiq görülürsünüz. Özü də çox saylı deməli, şeirlər, kitablar müəllifi olmağınızla əlaqədar, həm də Aşıqpəri məclisində rəhbər oldunuz. Bu bizim Azərbaycanımızın fəxridir. Bunu eşitdik, çox sevindik və bugünkü konsert münasibəti ilə bu mükafatı sizə təqdim edirik. Tərbiz balamız Nərman qızı bu günləri sizə təqdim edirik.
Çox sağ olun Məleykə xanım. Əziziyəm Ağdama, Qaradama, Ağdama. Yağı kəsib yolları, gedənmir Ağdama. Qarabağ nisgilli, Qarabağ həsrətli, Rəna Mərzili buyursun. Dəstədən ayrılıb tək uçan durna, mənim yerimə də gəz Qarabağı. Qonaq ol Şuşada, dolan Ağdamda, lələ yat havadan, süz Qarabağı. Qoy qalsın lələyin doğma torpaqda, bəlkə diləyimiz gül açı haqda. Göz yaşı iz salıb solğun yanaqda, gülərmi görməsə üz Qarabağı. Hanı barlı bağım, güllü yaylağım, çoxunu ağlatdı bayatım, ağım, söndü yurd üstündə yanan çırağım. Ya Rəbbim, yandırdı köz Qarabağı. Alışdı saraylar, söküldü divar, göylərə əl açdı yerdəkində var. Dedim şahid olun, şahid adaqlar, ağladı min yerdən göz Qarabağı. Qayıdam, toxunam gülə, çiçəyə, yenə dəli dağda quram bir dəyə. Ay Rəna, mələklər dərman eyləyə, yaradan qaytarar göz Qarabağı. Yaradan qaytarar göz Qarabağı. Gündüzlər bir yana, yuxularda da ürəyim istəyir öz evimizi. Zəhmətlə tikilən o isti yuva, saf təmiz böyüdüb öyrətdi düzü. Ürəyim istəyir öz evimizi. Baxdığım vətənin yolu olaydı, o yollar adamla dolu olaydı, yenə də anamın halı olaydı. Bozartma pişirib yığaydı bizi, ürəyim istəyir öz evimizi. Bağçada üstü şeh o göy çiçəklər, qazılmış bostanda düzülü ləhlər, toyuqdan yolunub düşən lələklər. Yadımdadır itin, pişiyin izi, ürəyim istəyir öz evimizi. Dağıldı, töküldü yuvam çöldəyəm, Rəna qərib sona, qanlı göldəyəm. Həsrətdən, hicrandan öl-ha öldəyəm. Ya Rəbbim, sən qoru hər birimizi, ürəyim istəyir öz evimizi, ürəyim istəyir öz evimizi. Əziz qonaqlar, bildiyimiz kimi bizim məclisin çox üzvləri olub, hal-hazırda da çoxdur. Ancaq bizim məclisin bir neçə dünyasını dəyişmiş üzvləri də var ki, onların adını çəkməsək günah etmiş olarıq. Dilarə Azaflı, Tərlan Göyçəli, Roza Qarabağlı, Zeynəb Əlimərdanlı, dünyasını dəyişmiş bizim məclisin üzvləridir. Allah onlara rəhmət eləsin. Bizim məclisdə Aşıq Pərinin Şirvan bölgəsindən olan bir üzvü var. Şirvan Aşıq Məktəbinin özünə məxsus ifadəsi. Çox yerdə yardımçım olmusan mənim. Badəmə şərbət tək dolmusan mənim. Adımı dillərə salmısan mənim. Demə ki özünü öymə, Kərəmim. Ay məni yaşadan döymə Kərəmim. İnci Şirvanlı buyursun bir döymə Kərəmi havası ilə.
Çok yerde yardımcım olmuşsan benim, bademe şerbet tek dolmuşsan benim. Adımı dillere salmışsan benim. Adımı dillere salmışsan benim, demek ki özünü öyme Kerem'im. Ameni yaşadan döyme Kerem'im. Neyne ya derdin aldığım ay gözleri karayı. Aşık olup diyar diyar gezenler el baştan pür kemalı gereğdir. Oturup duran edebim bilen, dedim oturup duran edebim bilen, marifet eliminde dolu gereğdi sedöz Allah'ımı kurbana. Halka hakikatten metlep kandıra, şeytanın öldüre nefsin yandıra. El içinde yay pak otura pak dura. El içinde yay otura pak dura, dalısınca hoş sedalı gerekdir. Sedöz anamı kurbana gözleri karayı. Dediği sözlerin kadrini bile, dediği sözlerin kadrini bile, meczazında alışam mezzazı güle. Derim kelmesin eli, dedim ana kelmesin eli, göver süzüle ya bala 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 bala. Tamam ay sözü tamam ay sözü müammalı gereğiydi. Sedöz anamın kurbana gözleri karayı. Kunsuna zekatı veremel melekler yaza deftere. Her yanıya istese bakan da göre.
qəddəm sevdalı gərəkdir, sən öz anam qurbana. Deyirəm hər yan istəsə baxanda görə təriqətdə bu sevdalı gərəkdir yarı. Alma Lənkəran astara lirik masallı. Lənkəran astara lirik masallı. Qarabağ cəllətdir, Şirvan gözəldir. Qarabağ cəllətdir, Şirvan gözəldir. Qarabağ cəllətdir, Şirvan gözəldir. Ay bayan, ay bayan, alamın. Çox sağ olun İnci xanım. Yurtsuz qəlbi köz-köz olub göynədi. Fələyin qəhrindən yanmayan buta, divanə olsa da dərdin əlindən, elin məhəbbətin danmayan buta. Şairə Saadət Butanı hər biriniz yaxşı tanıyırsınız. Neçə-neçə kitablar müəllifidir. Gözəl-gözəl şeirlərin dəfələrlə dinləmişsiniz. Aşıq Pəri Məclisinin qurulmasında Saadət xanımın çox böyük rolu olmuşdu. Hələ 80-ci illərin əvvəllərində Narınc xatun Borçalının baş keçid rayonuna getmiş və orada Saadət xanımı tapmış. Belə bir məclis qurmaq haqqında məsləhətləşmişlər və qərara gəlmişlər ki, belə bir məclis qursunlar. Və düşüb kənd bə kənd, şəhər bə şəhər, mahal mahal qızlar toplamağa başlamışlar. Ona görə də Saadət xanımın çox böyük rolu var bu məclisdə. Buyursun Saadət Buta. Axşamınız xeyir olsun. Həmişə bax belə sazdı, sözdü. Azərbaycanın gözəl günlərində görüşək. Aşıq Pəri Məclisi rəhmətlik Narınc xatının zəhməti ilə qurulmuş bir məclisdir. Onun oğlu, nəvəsi bu məclisdə oturub. Mən xahiş eləyirəm, onları alqışlayın. Məhərrəm müəllim, sizə minnətdaram. Haqqı görən gözlər var olsun. Haqqı deyən dillər var olsun. Axı, Aşıq Pəri Məclisi 82-ci ildə Narınc xatını bizə qonaq çağırmışam. 1 il 6 ay məktublaşandan sonra. Narınc xatınla mənim orada bir gecəm yapılıb, gözəl bir gecə. O gecədə 70 yaşında baş keçid rayonunun Hamamlı kəndində yaşamış Aşıq Sona elə bir zarıncı oxuyub ki, hər şey oradan başlayıb. Bunu mən demirəm. Rəhmətlik Narınc xatın 20-ci əsr Azərbaycan qadın aşıq şairələr kitabının ön sözündə də yazıbdır. Elə hər şey oradan başlayıb. Həmin gecə Aşıq Pərinin himni biz orada qoymuşuq. Baş keçiddə Saadət Butanın evində. Narınc xatın üsyan elədi, inqilab elədi. Narınc xatın o qədər vüqarlı bir qadın idi. And içirəm baş keçidin katibinə Gürcüyə. Sovet imperiyasının qatı bir vaxtında dedi ki, bu torpaqlar türkün olub. Bu torpaqlar bizimdir. Baş keçid Azərbaycanın ayrılmaz qoludur. Ancaq bəzən ayrılırlar. Ayırmayın, biz Borçalı Azərbaycanın ayrılmaz bir qoluyuq. Azərbaycanın Qarabağı, Göyçəsi, Dərbəndi, Təbrizi kimi Borçalıyı da satıblar, bölüblər, veriblər, ayrı düşmüşük. Bunu ayırmaq olmaz. Allah Narınc xatına rəhmət eləsin. O, kərəm olub, mən onun yanında lələ. Əzaflı Mikailin qızı Gülarə, Aşıq Sona, Saadət Buta, Gülnügar Rəhimli, Tərlan Göyçəli. Göyçə mahalında Pakizə Musa Köylü.
diyar gəzmişik, təmannasız, and içərəm, sağınçılar göy otun üstündə oturardı, biz onlara konsert verərdik. Narış xatın elə bir qadın idi ki, vallahi nə deyim, onun qiyməti az verilib. Mən istərəm bütün rəhbərlikdən, arzu eləyərəm ki, Narış xatının lazımınca qiyməti verilsin. Onun evlatları fəxr eləsin. Qoy balaların, nəvələri fəxr eləsin ki, tarix Narış xatın kimi bir qadını Azərbaycanın tarixində yetişdirdi. Heç bir dövlətdə, heç bir yerdə belə bir məclis yaranmayıb. Qadınlar məclisi olsun. Orada sözünü şairə, aşıq qadınlar desin. Allah Narış xatına rəhmət eləsin. Hüseyn Arifə rəhmət eləsin. Hüseyn Arif də televiziyadan yer aldı ki, Aşıq Pəri 25 il televiziyada çıxış eləyib. Saadət Futa orada çıxış eləyib. Cəhbələrdə, inanın ki, başımızdan güllələr, Qazaxda cəhbədə biz konsert verirdik, güllələr başımızın üstdən belə keçirdi. Bizim zəhmətimizin, çiynimizin zəhmətinin bəhrəsindən Aşıq Pəri yaranıb gəlib, bu günə tək çatıbdır. Nə müddətdir səndən ayrı yaşadım, viran oldu bürcü qalama dağlar. Gəncliyimi illər aldı əlimdən, qəm hicrandı mana qalana dağlar. Qürbət eldə ot kirpiyim yaş oldu, daşlanmaqdan qara bağrım daş oldu. Dəli könlüm bir yaralı quş oldu, olmadı halımı sorana dağlar. Küstürdülər, fağır-fağır dilləndim. Güldürdülər, çiçək açıb gülləndim, axdım, çaylar kimi lilləndim. Nələr çəkər qərib olan adaqlar. Evim durur, uçub könlüm binası. Qəlbimdədir sağal yurt yarası, yollar saldım Bakı Tiflis arası. Varmı məni tək gülü solan adaqlar. Qulun olum, sərdarına sat məni, daşın olum, öz dəryana at məni, toxum olum, torpağına qat məni, buta bitir, atam anama dağlar, buta bitir, atam anama dağlar, sağ olun. Sinənə alanda telli sazını, oxu gah zilə qalx, gah zaki pəstə. Lal olar bülbüllər, susar qəfəsdə, mizrabı vuranda tellərin üstə. Ay Qazaq elinin nazlı mələyi, zərgər